Salam əziz abituriyentlər, mən məchul növün sual hissəsinin izahına keçmək istəyirəm. Səhifə 116-dan başlayır, 2025 test toplusudur. When did they receive our message? Cümləm keçmiş zamandadır, yəni burada was word'dur. Yadda saxlayırıq ki, məchul növdə sual əvəzliyinin ardıcılığı belə olacaqdır. Sual əvəzliyi, üstəgəl to be, üstəgəl isim. İsim dərkən, yəni biz burada tamamlılığı nəzərdə tutur. Hansı ki, mübtəda cümlədə ikinci mübtədadır və cümlənin əvvəlinə keçəndə artıq tamamlığımız olaraqdan biz onu cümlənin əvvəlinə keçirdirik. Üstəgəl partisipial ardıcılığı. Bu ardıcılığa riayət etmək çox asandır. Sadəcə hər dəfə düstura baxmaq lazımdır və hətta çaşırsansa düsturu yaz, gözünün qarşısında olsun ki, ona rahatlıqla riayət edə biləsən. When did they receive our message? Vəndən sonra sual to be gəlməlidir, dərhal sildim. Did veribsə was were getməliyəm. Has ola bilməz, dərhal sildim. Message sözü təkdədirsə təbii ki, was olmalıdır, were ola bilməz. When was received-in arasına isim girməlidir, sildim. Doğru variant D variantına gedəcək. Davam edirəm ikinci. Who has surrounded the area? Sual əvəzliyi olaraqdan biz birinci başlamalıyıq əlbəttə ki. Yadda saxlayırıq ki, who by bərabərdir by whom-a. Bax, belə bir ardıcıllıq mümkündür. Bunlar eyni funksiya daşıyırlar. Əgər həz gördünsə, təbii ki, sən orada məchul olaraq həzbindən istifadə etməlisən. Yadda saxla ki, sual cümlələrində have, has və had mütləq ki, bindən ayrılacaqdır və araya tamamlıq girəcəkdir. Həmin o deyirik, ikinci mübtəda cümlənin ortasına girəcəkdir. O tamamlıq keçəcəkdir bu araya. Mən A variantını doğru variant olaraq götürmək istəyirəm. Who has the area been surrounded by A variantı. Had bir zaman digər zamana keçməz, təbii ki, dərhal sildim. Was keçmiş zaman mümkün deyil, sildim. Zaman məndə has'dir. Bir zaman digər zamana keçə bilməz və burada da izə keçə bilməz. Davam edirəm. Who has written this essay? Yenə həmin tiplidir. Has bindən istifadə edəcəm əlbəttə ki. Sadəcə diqqətli ol ki, have, has bindən ayrılanacaqdır sual cümlələrində və araya this essay keçəcəkdir. Hədə çevrilə bilməz, əlbəttə ki, sildim. Who have this essay been written by? A variantı doğru olacaqdır. Who have this essay been? Yoxdur ki, doğru olsun, sildim. Who'dan sonra to be gəlməlidir. Yəni ki, have, has gəl bin ardıcılığı və by whom have been olmaz. Araya isim gəlməlidir, sildim. Getirəm 6 ilə. Who did you send my photos to? Burada to whom və yaxud da ki, nöqtə cümlənin sonunda da to gələ bilər. Did görmüşəmsə was-dan istifadə edəcəm. To whom were my photos sent? A variantını mən doğru variant olaraq götürürəm. Çünki to whom bərabərdir who to-ya. Who are təbii ki, yanlış zaman. Who were my photos been gələ bilməz heç vaxt was-dan sonra. Whom were gəlməlidir, dərhal sildim. To whom have zaman yanlışdır, dərhal silərəm. Gedirəm 8-ə. What did the teacher scold you for? Müəllim səni nə üçün danladı? Scold danlamaq deməkdir və yenə did zamanım keçmiş zamandadır. Hədə çevrilə bilməz, ara çevrilə bilməz və yaxud da ki, hədə çevrilə bilməz. Burada were-lər qala bilər. What were you scolded for? B variantını doğru götürürəm. Were-dən də sonra heç vaxt been gələ bilməz. Dərhal o səbəbdən Y variantını sildim. Davam edirəm. 10-dan. Who is handing out the exam papers? İndiki damirci zamanda yadımda saxlayıram ki, burada ardıcıllıq belə olmalıdır. Am, is, are, üstəgəl being və üstəgəl partisipial ardıcıllığına getməliyəm ki, doğru olsun. Təbii ki, sual əvəzi bayaq dediyim ki, ardıcıllıq sual əvəzi üstəgəl to be üstəgəl mübtəda, hansı ki, tamamlıq funksiyasındadır. Araya o girməlidir və araya da being girəcəkdir. Deyirəm ki, who the exams olmaz to be gəlməlidir. Who the exams olmaz to be gəlməlidir. By whom were təbii ki olmaz, yanlış zamanda sildim. Who are the exam papers been ola bilməz. Çünki burada indiki damirci zamanda being gəlməlidir. Who are the exam papers being handed by? Doğru variant Y variantıdır. Davam edirəm. How much did the chief pay you? Deyir ki, sətr sənə nə qədər pul ödədi?
Yəni sənə nə qədər pul ödənildi və yaxud da ki, şef sənə nə qədər pul ödənildi, sənə nə qədər pul ödənildi. How much keçmiş zamandadır, were you olmalı idi, dərhal sildim. How much were you paid? B variantını doğru götürdüm. How much were you been? Were-dən sonra been gələ bilməz, sildim. How much was the chief paid? Sətrə ödənilmir, sənə ödənilir, ona görə sildim. How much? Təbii ki, was getməli idi, ona görə sildim. Davam edirəm 14-dən. Deyirəm ki, who sent the list of participants? Cümlə keçmiş zamandadır, yəni mən was-dan istifadə eləməliyəm. Who was the list of participants sent by? A variantını mən doğru götürürəm. By whom was gəlməlidir, sildim. Who was the list of participants? Bin yanlışla sildim. Who was sent ola bilməz. The list of participants keçməlidir, bu araya sildim. By whom was yenə olmaz, bu araya girməlidir, sildim. Davam edirəm 16 ilə. What does Azərbaycan export? Deyir ki, Azərbaycan nəyi ixrac edir? Bax, burada mənim tamamlığım yoxdur. Yəni mənim ikinci mübtədim yoxdur ki, keçsin araya. Yəni to be ilə participle arasına keçməyə yoxdur. Ona görə deyirəm ki, Azərbaycana nə ixrac olunur? İndiki zaman deyil, bəli, vozu sildim və vozu sildim və votdan sonra mütləq ki, to be ardıcılığı gəlməlidir, sildim. İkisi arasından qalıram. Deyir ki, what is exported by Azərbaycan? Bəli, o C variantı doğru olacaq. Yəni Azərbaycan tərəfindən deyir ki, nə ixrac olunur, doğrudurmu? Bu səbəbdən də mən doğru variant olaraq da what is exported by Azərbaycan. What is Azərbaycan exported to? Xeyr, icra edən ola bilməz. Davam edirəm. 18-dən what problems do they pay attention to? İndiki zamanda belə çıxır ki, mən əmrizadan istifadə etməliyəm. Vozu sildim, were sildim, were sildim. What problems are paid ola bilməz. What problems are paid attention? Bəli, hansı problemlərə diqqət yetirirlər? B variantı. İkinci mübtədən yoxdur ki, araya girsin. O səbəbdən də what problems are paid attention to ardıcılığı doğru olacaqdır. What they burada isə icra edən cümlədə işlənə bilməz. O səbəbdən silirəm. Davam edirəm 20 ilə. What seas and oceans surround Great Britain? Və deyir ki, Böyük Britaniyanı hansı okeanlar və dənizlər əhatə edibdir? Yəni Böyük Britaniya hansılarla əhatə olunubdur? Doğrudurmu? Zamanın indiki zamanda yəni əmrizadan istifadə etməliyəm. Ona görə have sildim. Ona görə vozu sildim. What seas and oceans is Great Britain? Been ola bilməz. Əmrizadan sonra ona görə sildim. What seas and oceans Great Britain bir ölkədir. Ona görə are sildim. Və what seas and oceans is Great Britain surrounded by? Y variantı doğrudur. Yəni Böyük Britaniya hansı okean və dənizlərlə əhatə olunubdur? Gedirəm 22-yə. Did the audience listen to all the music? Deyir ki, auditoriya bütün musiqiyə qulaq asa bildimi zövqlə? Keçmiş zamanda. O səbəbdən də mən dərhal izi sildim, həzi sildim. Was, yəni beinglik burada hər hansı bir damirçi zamandan söhbət getmir, ona görə dərhal sildirəm. Və was all the music listened to with pleasure. D variantı doğrudur. Və wasdan da sonra heç vaxt being gələ bilməz, o səbəbdən silirəm. Davam edirəm. 24-dən. Who interrupted you during the lecture? Kim səni deyir ki, mühazirə edərkən ərəfəsində kim sənin sözünü kəsdi və ya sənə müdaxilə elədi? Keçmiş zamanda yəni was-dan söhbət gedir və sual əvəzi yerində qalacaqdır. Mütləq who were you olmalıdır, sildim. By whom were you was-dan sonra heç vaxt bin gələ bilməz, sildim. Who were you interrupted by olmalıydı, sildim. By whom were you interrupted during the lecture? Doğru variantıdır. Who were you interrupted by whom, üzrlə hesab edirəm. By whom were you interrupted olmalıydı, ona görə sildim. Who were you interrupted by? Doğru variant Y variantı olmalıdır. Diqqətli olmaq lazımdır. Bax, by whom were bura mütləq keçməlidir ki, D variantı doğru olsun. D variantı təbii ki, burada yanlış olar. Gedərəm Y variantına. Gedərəm 26-ya. Who is growing the flowers? İndiki damirçi zamanda belə çıxır ki, am, is, are, üstə gəl being, üstə gəl participle ardıcılığına getməliyəm. Və indiki zaman olduğuna görə were sildim. İndiki zaman olduğu üçün were sildim. Who'dan sonra mütləq to be gəlməlidir. B-ni sildim. A-nı sildim. C-ni sildim. Who are the flowers? To be-dən sonra being gələ bilməz. Who are the flowers being? Bəli, Y variantıdır. Çünki indiki damirçi zaman ardıcılığıdır. 28-ə gedirəm. When did they start the election? Onlar deyir ki, nə vaxt seçimlərə başladılar? Keçmiş zamanda, ona görə had-i sildim. Izi sildim. When was the election of the president being? Damirçi zamana gedə bilməz, sildim dərhal və baxıram ki, when were they started? Təbii ki, icra edən
heç vaxt iştirak edə bilməzsən. Sildim. When was the election of president? Started Y variantı doğruya gedəcəkdir. 30-a gedirəm. Did they import the products last week? Deyir ki, onlar məhsulu keçən həftə idxal etdilərmi? Və zamanımı müəyyən eləyirəm dərhal. Was-ya gedəcəm əlbəttə ki. Və were the products imported last week? A variantını mən doğru variant olaraq götürəcəm. Keçmiş zaman olduğu üçün dərhal mən A-nı silərəm, yəni B variantını silərəm, çünki əmizə ola bilməz. Were the products being, daməcli zamanı götürə bilmərəm, sildim. Are the products zaman yanlışı sildim. Were the products imported by them olmalıdır ki, Y variantı doğru olsun. Gedirəm 32-yə. Who sent the gifts? Və yenə yadda saxlayıram ki, by whom ifadəsi bərabərdir who nöqtə nöqtə by-a. By whom ifadəsi bərabərdir who nöqtə nöqtə by-a. Bunlar eyni funksiyaya gedəcəklər. By whom were olmalıydı, sildim. By whom were the gifts being gələ bilməz, sildim. By whom were the gifts sent doğru variant C variantıdır. Are burada yanlışdır, hədir burada yanlışdır. Gedirəm 34-ə. What did they repair the house with? Onlar deyir ki, evi nə ilə təmir edirlər? Did keçmiş zamandır. Ona görə də was-dan istifadə edəcəm. Amma sual əvəzi ilə dərhal sonra gəlməlidir. Ona görə sildim, ona görə sildim. What was the house repaired with? C variantı doğrudur. What was the house gəlməli idi. Tamamlığını keçməlidir, araya səhvdir. What was gəlməli idi. Ona görə Y variantı da səhv olacaqdır. Bir də gedirəm 35-ə. Və deyir ki, how much will you pay him for the tickets? Deyir ki, sən onlara biletlər üçün nə qədər pul ödəyəcəksən? How much will he? Yəni araya mübtəda gəlməlidir. Sual əvəzində will birdən ayrılacaqdır, mütləq araya mübtəda girəcəkdir. How much will yenə be ola bilməz, araya mübtəda girməlidir. How much will he be paid for the tickets? Bəli. Will mübtəda be paid ardıcıllıq C variantı doğrudur. How much will be yenə ardıcıllıq bu şəkildə gələ bilməz. How much is isə yanlış zamandır. Dərhal silərəm, gedirəm 37-yə. Who's building a house just opposite ours? Və by whom araya to be girməlidir, sildim. By whom was təbii ki zaman yanlışdır, sildim. By whom is the house being built? Just opposite C variantı doğrudur. İndiki damicli zamanda ona görə də being ilə davam edəcək. By whom is yanlışdır, yəni ardıcıllıq yerində deyil, damiclilik yoxdur. By whom was zaman yanlışdır və gedirəm 39-a. Why aren't the students doing these exercises? Və why aren't these exercises done olmalıydı. O səbəbdən də being-i sildim. Çünki üzrlü sayın indiki damicli zamanda why aren't these exercises being done by students? A variantı məhz doğru variant olacaqdır. Burada to be gəlməlidir, dərhal sildim. Zaman yanlışı dərhal sildim. Burada being yoxdur. Dərhal sildim və why yəni were gələ bilməz və mütləq ki sual əvəzi ilə sonra gəlməli idi. Bu da bizim sualımız. Məşhur növün sual hissələri. Buyurun.